ilk növbədə Muxtar Respublikanın qaz təminatı sabit və etibarlı bir mənbədən qarşılanacaq. Azərbaycanın enerji müstəqilliyi daha da güclənəcək, bir mənbədən olan asıllıq aradan qaldırılacaq və iki ölkə arasında strateji tərəfdaşlıq daha da möhkəmlənəcək. Bakü, Tiflis üzerinden Erzurum, Kars'a gelen doğalgazın Kars üzerinden Nahçıvan'a nakli alternatif enerji ihtiyaçlarına, enerji kaynaklarını çeşitlendirmek adına son derece önemli sonuçlar doğuracak. Çünkü önümüzdeki günlerde İran ile ilgili bazı sıkıntıların olma ihtimali göz önünde bulundurulduğunda Nahçıvan'ın herhangi bir enerji sorunuyla karşı karşıya kalmaması için bir alternatif olarak ve daha Nahçıvan'a fazla gaz ve enerji nakli açısından Türk Enerji Kaynakları Bakanlığı yapmış olduğu açıklama göz önünde bulundurulduğunda gerçekten Nahçıvan'ın sosyal ve ekonomik olarak inkişafının önünü çok daha fazla açacak. Nahçıvan'a Türkiye üzerinden İran'ı belki biraz sonra devre dışı bırakmak adına yapılacak bu çalışma son derece önemli. Layihə həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının prioritet istiqamətləri sırasında yer alıb. Bu da dövlət proqramının icrasının uğurla davam edərək bu istiqamətdə konkret addımların atılmasından xəbər verir. İğdır-Naxçıvan qaz xəttinin açılmasının digər bir strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla Türkiyə arasında kommunikasiyaların daha da irəli aparılması fonunda Şərqlə Qərbin açarı rolunu oynayan Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü təmin edəcək. Azərbaycanın heç vaxt heç kimdən asılı olmadığının, hər zaman hər sahədə bir alternativinin olduğu mesajını verir. Bugün ölkəmiz regionda söz sahibi və qaydaları təyin edən statusdadır. Bunu dövlətimizin mənafeyi naminə atılan hər addımda açıq şəkildə görürük. Hazırki mərhələdə İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə verilməsi bir daha Ermənistana bir mesajdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməz və Azərbaycan əgər Naxçıvanla Türkiyənin birləşdirən layihələri reallaşdırırsa, gələcəkdə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən layihələr də reallaşdıracaq. Biz təkcə qazın nəql edilməsi ilə bu əlaqəni qurmuruq. Biz həm də gələcəkdə yüklərin və digər layihələrin reallaşdırılması, daşınması ilə bağlı addımlar atırıq və təbii ki, bizim üçün kifayət qədər ciddi alternativlər var, bizim üçün kifayət qədər imkanlar var. Ermənistan özünü dalan ölkə saxlamaqda davam edirsə, təbii ki, bunun həm məsuliyyəti, həm də acı nəticələri Ermənistana aiddir, Ermənistanın hazırki rəhbərliyinə aiddir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin gündəlik ötürücülük gücü 2 milyon kubmetr nəzərdə tutulub ki, bu da illik təxminən 730 milyon kubmetrə bərabərdir. Layihəyə edilə biləcək kiçik modifikasiyalarla bu həcmi gündəlik 5 milyon kubmetrə, yəni illik 1,8 milyard kubmetrə qədər artırmaq mümkündür. Həmid Quliyev, Rəşad Hüseynov, NTV Xəbər.